Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avand olsun. Mən bu günləri Aytən Allah kömək olsun, mallar eləyib gəlmişəm. Mən üçün göy-göyərti arıqlayıb, doğrayıb. Həmir yoğuracam da mən. Duz atdım. Ələmək üstündə. 3 dənə yumurtanın sarısıdır. 3 dənə yumurtanın sarısıdır. Sütdür, iskan yarım olar. Bir də ilıq sudur. Atça qarışdırandan sonra biraz da ərinmiş yağ tökəcəm. Öz meyvə yağımızdandır. Ərinməmiş yağ da tökə bilərsiniz. Mən qatlarının da arasına yağ tökəcəm. Sirkə durub gözümün qabağında yadımdan çıxır. Belə 2 xörək qaşığı kimi atçada belə sirkə tökdüm. Onda xəmri çörək olur. Pişirdiyimiz xəmir yeməklərində nə bilir şimdi. Xəmri alındı. Elə bir şəkəvran xəmridir. Bu qatdığımız süt zadı dadlı olması için tökürəm. Adi sulla eləmək olur. Elə o ilə də çox vaxt eləyirik biz. Mən də balaca çal gətirmişəm. Allah hamının pişirdiyinə, qazandığına bərəkət versin, qurban olmaqlarına. Balalarımızı qorusun. Zamana, pis zamanadır, qurban olmaqlığa. Keşiyimizdə duran əsgərlərimizi qorusun. Nağı. Aşkım. Nenedir? Nenedir? Neneler eşitsin. Nenedir? Nene. Nene. Nenedir? Nene. Ne? Nene kurban olsun sen. Ne diyor mu? Ne? Maşallah. Maşallah. Ne verirsin? Bu zıplıyı demişim hatun. Hiç ne yok. Bunu bırak koyma. Bunu bırak koyma. Onun içinden şeyler görsen.
Hə, qat-qat yağlayacağım xəmirə beləcə balaca yayıb. Sonra hamısını onların çoxa yayacağım. Onda xəmirlərimiz nazik olur. Nene. Can düş, nene. Nene. Aa can düş. Al ciciye bak, ciciye bak. Nene. Nene qurban səhərcə nene nə bişirsin? Mən 3 dənə kündə elədim, arasını yağladım. Uşağın bağı çatlayırdı. Ayten getdi ona bir damcı doğğa ver. Ay sən canlığıç. Hadi soysunla olmaz. 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 Hə, get oturur da iç soyuyor. Bu da cüvərtilər hamısından var bunun içində. Sarımsaqdan tutmuş, soğan, şüyüd, dağ çeşnişi, şolmur. Ayten uşaqlıdır da, indi öz baxanda başa düşün. Ayten özü çəkib eləyə bilmir. Biz tək Ayten döyüyə, valla biz də heç nə eləyə bilmirik. Uşaqdır, hər dəqiqə bağrı çatdır. Süddən də ayrılmışıq, təmiz eti kimidir. Pendir çəkəcəm, amma göyərtisinə duz vurmayacam, çünki pendirim zəhər kimidir, duzdur. Yaş soğan katmıram. Baş soğan katmıram da o birisi dəstə soğandan tökmüşük yaşıl soğan. Qabım deyəsən biraz balaca olub. Salam tök, yağlı, reməc. Nənənin ürəyin ağır. Qış bibi olmuş da. Yaxşı yağlamamışsınız. Burada da atın yumurta çırpır üstü için. Ay Allah Allah yağdı bu. Adicə kitabdır da elə bir. Nə olursun? Nə olursun? Çiç azmə balamı. Şimdi kurban oğlum ne edeceğiz? Sos kaç sıkır diye diyorsun. Cüt severdi. Kırdı balam, kırdı sos kaşı. Can nene. El verme sakın. Dık, cız. Cız. Cız yavaş yavaş çatırı, yavaş. Yavaş yavaş çatırı. Büzdüğüne bak. Büzdüğüne bak. Kızrak çalalım.
qədər dadlı olur ki, o gün eləmişik uşaqlarla çəkilişsiz eləmişdik. Koy bunlar bizə mani olacaq koy. Yağlamamışam axı istedim. Yumurta çırpıb atayım bura 2 dənə. Tufkamı da qoşmuşam qızsın. Bunun içində droq bir şey yox. Bu dəfə aldığım sarıköklər, deyəsən sarıkök kilondan alıram. Mən biraz nəm çəkib vururuq. Belə əzilmir də gec əzilir. Gərək əliyəm bundan sonra. $200 dərəcədə də qoyursam pişir. Elə qəşəng qızarır, valla qatıqla da ləzzət eləyir. Qışın günüdür. Daha qışdan çıxmışıq, yazımızdır. Amma qışdan çıxılıb yazdı. İndi göyərtinin əslində bol vaxtı olmalıdır. Göyərti deyənin başını kəsirlər. Dəstələr çıxılı-çıxılıdır. Buna siz bunun üstünə belə yağ seçib. Yumurtanın yerinə yağ da seçib qoya bilərsiniz. Mən oğlum xoşlamır, yağlını deyir ürəyimə vurur. Ona görə yağından qısıram biraz yoya. Belə ortaya da qoysam 20-25 dəqiqə pişir. Biraz saxlayırıq. Qatların belə yağlayandan sonra ki, yağı donsun. Qızarışırlar o birisilər üçün. Börəyi xırçıltılı eləyən yağdır. Bizimkilər də qorxur yağdan. Paxlava kimi cəmat bu pişirəndə üstünə yağ tökür. Yumurta yerinə çox adam yağ vurur. Lap donması üçün tez pişirmək istəyirsə, elə mən elə eləyəcəm, qorxalı deyil. Baxırsınız bizim verilişlərimizə, Allah köməyiniz olsun, Allah balalarınızı saxlasın, baxan gözləriniz var olsun, həmişə xeyirli şeylərə baxasınız, xeyir xəbərlər eşidəsiniz telefonlarınızdan, Allah dünyamızı salamat eləsin. İndi bu donsun. Hətta mən əslində bu yağlamamalıydım. Üzü hissətsiz. Başım qarışır, qarışma.
Sadəcə bundan belə un istifadə eləmirsən, atsa istəsən, xəmri sıyıq olsa dökə bilərsən. O çiçeği çevirir. Çekersin buradan. Çekir. Bir dakikada sonra götür. Mənim əllərim pişib örgəniyib. Deyirəm pişirdim. Qatıqda tüçək qoyuqlar ortasında. Qatığımız da satdıqdır. Ayten apardı 1 manat 30 qəpik qoydu götürdü. Öz əlimin məhsuludur. Baxan gözlərinizdə var olsun. Kim də istəsə gəlib alıb yeyə bilər. Valla internetdən gələn olsa elə belə. Qurban olun onun bərəkətinə. Haydi. Santürkü azdırmışıq. Gözümüzə durmuşdu ki, biz cantürkü süddən nətər ayıracaq. Allah qudamı kömək olsun. Aynur'a da Nərgizə də salam deyirəm, sağ olsunlar. Valla padarkaların söz vermişəm, alacağım. Elə bilirdi ki, bizi ayırmaq olmayacaq da cantürkü süddən. Ana sütündən. 3 gün onlar saxladı. Uşağı saxlamadılar, elana qarışıq saxladılar. Uşağı saxlamaq çətindir. Biraz da deyəsən ərköyün eləmişir. Bıçağım var. Əziz izləyicilər, o birisləri elə balaca böldüm. Bunları bölməyəcəm. Nə eləyəcək ki, yekə olacaq. Valla pişdi, elə uşaqlar maşallah. Allah hamımızın balasını saxlasın. Uşaqlar yeri qutardı. Birini də qoyaram. Yumurtasını seçeyim. Siz bunun yerine yağ da çəkə bilərsiniz. Bu ilə biraz o qədər parıldamır. Düzdür, yumurtasına yağ qatmışam.
Bu az olacaq elə. Biraz ortaya çağır. Şöyle kalsın. Uy nenen be, ne yapıyorsun? Biraz cizlerini. Ay yaxşı. Hədiyən dedim şey qırağayı var ha. Evet. Saxla bir dakika. Əziz izləyicilər, bizim börəklərimiz bişdi. Bişirin yönsüzdən hoş olsun. Can tüç, ala da bilmərəm bu yəni. Can salıb. Can tüç, yenə bu, buyurun. Bu yəni da. Hə, belə tut, heç olmasa. Hə, üstünə vurma da xəmin, nə olar, qoydursana. Hə, nə qəşəkdir, nə qəşəkdir. Bəh. Əziz izləyicilər, siz də bişirin yerin hoş olsun. Allah sürfəmizi doğru eləsin hamımızın. Allah dünyamızı salamat eləsin. Ölkəmizi sülhün daim eləsin. Allah balalarımızı korusun. Can tüç pis eləyir. Deyir bərim gəlmə, bunların hamısını parça eləyim. Yuxusu gəlir, danasa parmalı yatırmağa. Can tüç o pəpə deyə nənə qurban. Əziz izləyicilər. Gecə xeyrə qalsın, can tüç gedir yatmağa. İtə dönüb, Allah dünyamızı salamat eləsin, Allah əsgərlərimizi qorusun. Səməni bayramımızda mübarək olsun. Hələ düzdür, səməni bayramına çox qalıb. Salam elə nənələrə, salam elə, çəşiş qutaracaq. Sağ ol elə nənələrə, sağ ol elə. Öyle mi özün bilərsə, elə nənələr mətəldir səndən ötürü. Get maçılım, boşluğa dönərəm. Bunu verənə qurban olum, Allah olmayanlara da qismət eləsin. Hə, day saxladı.